Salam, hər vaxtınız xeyir olsun hər birinizin. Ördək ətindən aş bişirirəm. Burada 4 dənə ördəyin ürəyi, qaraciyarı, pötənəsi də var. Yəni bir də ördəyin ətləridir. Bir də aşı göstərəcəm. Aşı da bu dəfə zəfəranlı eləmişəm. Sağ olsun qonşu verib. Aşımız da budur. Dəmlənməyə qoydum. Yağını da əlavə eləmişəm. Altını da qazmaqlı elədim. Yumurta ilə qazmaq. 3 yumurta, 1 xörək qaşığı qatıq, 1 xörək qaşığı un, bir azcana duz, 1 xörək qaşığı da duru yağ. Onu vurub qarışdırıram. Ondan sonra da ki alt hissəsinə birazca yağ tökürəm qazanın. Yağ isinəndən sonra qazmağı əlavə edirəm yumurtanı. Sonra da ki o birazcana bərkiyən kimi düyünü tökürəm. Və nəticə budur. Zəfəranı da ilk dəfədir istifadə edirəm. Həmişə sarı kök istifadə edirdim. O da ki çox olduğunu deyə bilərsiniz. Qonşu sağ olsun verəndə dedi ki 1 çay qaşığı 3 stəkan düyü bişirirsənsə 1 çay qaşığı ortasından tökə bilərsən. 1 çay qaşığının ortasından zəfəran əlavə eləmişəm. Zəfəranımızdır. İndi qaba əlavə eləyəcəm. İndi hal-hazırda salafandadır. Həqiqətən çox qəşəngdir. Bir damcı vursam da bəs eləyərdi. Çox qəşəngdir keyfiyyəti.